Biz indi Vietnamın Azərbaycanlı uşaqlarının arasındayıq. Eyni zamanda iki uşağın anası da buradadır. Bilirsiniz ki, hər xarici ölkəyə gələndə biz həmin ölkədəki Azərbaycanlı uşaqlarla bağlı çəkilişlər aparırıq. Foto, video çəkilişləri aparırıq və bildiririk ki, onlar bizim diasporun gələcəyidirlər. Onlar buradakı gələcək Azərbaycandırlar. Əfsanə xanım, bir övladınız var. Neçə yaşı var? Sara'nın 3 yaşı var. Sara çox xoşumuza gəldi, çox mütəmməlidir, çox adamlara isti münasibət göstərir. Həm də gördüm ki, ondan Azərbaycan dilində danışırsınız. Biz evdə onunla Azərbaycan dilində danışırıq. Çünki məktəbdə ingilis dilində təhsil alır və istəyirik ki, iki dilli olsun. Çünki qohumları hamı Azərbaycanlıdır, onlarla rahat ünsiyyət saxlaya bilsin, həm də ki, öz yurdunu unutmasın. Bəs üçüncü dili, Vietnam dilini öyrənməsi necə mümkündür? Vietnam dilində başa düşür. Çox çətindir ona görə. Hal-hazırda Vietnam dilində başa düşür. Çünki məktəbdə zəruri hər gün 1 saatları Vietnam dilindədir. Amma aktiv olaraq danışa bilmir. Böyük ehtimal gələcəkdə artıq 3 dilli olacaq və ya 4 dilli. Siz özünüz nə işlə məşğulsunuz? Mən burada beynəlxalq məktəbdə Cambridge riyaziyyat fakültəsində dərs deyirəm. Koreyalıların beynəlxalq məktəbidir, amma Hanoyda yerləşdirik. 2 il yaşayırıq. Neçə ildir buradasınız? Artıq bizim 2-ci ilimizdir. Necə keçir burada həyat? Biz sevirik, insanları mehribandır, təbiəti gözəldir. Burada işləmək maraqlıdır. Çünki mən bundan da var Çində yaşamışam, Asiyanı sevirəm və düşünürəm ki, Çindən sonra fərqli bir ölkə Vietnam mənim üçün çox gözəl bir yer. Çox gözəl. Bildiyimə görə Azərbaycanca sözlər bilirsiniz. Salam, Azərbaycan. Salam, Ajamana, Agarana. Su iskaysana. İstəyirsən? Sorry, there's some other words I know only some words and some bad words. Thank you very much. Təşəkkür edirik, çox sağ olun. Azərbaycana salam deyək. Azərbaycana salam deyək. Salam Azərbaycan.